Salam, hər vaxtınız xeyir olsun. Bu videoda 5 iyul 2026 tarixində ikinci qruplar üçün keçirilmiş olan ikinci blok şans imtahanında düşən riyaziyyat suallarının izahını paylaşacağım. Birinci sualda fx funksiyası kx plus 5, gx funksiyası x artı 9 bölü x funksiyaları üçün limiti hesablayın deyir. Limit x sonsuzluğa yaxınlaşanda burada fx yazılıbdır, çıxılsın gx yazılıb. Onda fx-in yerinə kx plus b-ni, gx-in də yerinə də x kvadratı çıx 9 bölünsün x-i yaza bilərik. Bərabərdir 6 şəklində verilibdir. Burada mötərizənin içərisində ortaq məxrəcə gətirsəm, olacaq belə. Kx kvadratı plus bx çıxılsın x kvadratı. Qarşıdakı mənfiyə görə bu mənfi artıq üstəgəl 9 olacaq. Daha sonra burada x kvadratları var. Onu mötərizə xaricinə çıxarda bilərəm. Onda mötərizənin içində nə qalacaq? K çıxılsın 1. K çıxılsın 1 qalacaq. Plus bx plus 9. Bölünsün x bərabərdir 6 şəklində verilibdir. İndi burada limitdir, sonsuzluğa yaxınlaşır. Deməli, biz burada bu içərisindəki ifadənin hər tərəfini x-in ən yüksək qüvvətinə bölməliyik. Amma görürəm ki, surətdə x-in dərəcəsi 2-dir, yəni ən böyük dərəcəsi 2-dir, məxrəcdə isə 1-dir. Yəni mən bunu hər tərəfini x kvadratına bölsəm, burada deməli limit alınmayacaq. Amma bizə, yəni limitin 6-ya bərabər olduğunu deyirsə, deməli bu limit alınmalıdır da. Əgər alınmalıdırsa, deməli surətdə bu yüksək dərəcəli x kvadratı olmamalıdır. X kvadratının olmaması üçün də bunun qarşısı, yəni k-1 ifadəsi deməli 0-a bərabər olmalıdır ki, bu x kvadratı burada olmasın. Yəni k 1 olmalıdır. K-nı 1 olsa, bu x kvadratı burada olmayacaq və onda hər tərəfini x-in ən yüksək qüvvəti olan x-a bölə bilərik. Bunu da x-ə bölürəm, bunu da x-ə bölürəm və bunu da x-ə bölürəm. Onda belə alınır. X bölü x burada b qalır. 9 bölü x bizə 0 verir limit. Yəni 9 bölü sonsuzluq bizə 0 verir. X bölü x də bu bizə 1 verir. Yəni nəticədə bu ifadənin limiti b olmuş oldu və b də 6-ya bərabərdir. Deməli b-ni 6 tapdıq, k-nı isə 1 tapdıq. Bizdən k və b parametrlərin qiymətlərinin cəmini istəyir. Yəni 6 plus 1 cavab olacaq 7D variantı. Növbəti suala baxaq. Növbəti sualda isə deyir ki, ayın ədədi hissəsində A1 3, A7 -9 olarsa, bu hissələrin ayın bərabərdir -27-yə bərabər olan həddinin nömrəsini tapın. Ayının düsturu belədir. A1 plus n çıxılsın 1D. A1-in yerinə deməli 3 yazacağım. Biz burada D-ni də tapmalıyıq ki, həll edə bilək. Əgər mənə A7-ni -9 veribsə, onda A7-ni yaza bilərəm A1 üstəgəl 6D şəklində. A7 -9-dur. A1-in yerinə 3 qoyacağam, plus 6D. 3 belə keçəndə -9 çıx 3, 12-dir. -12, 6D. Deməli, -12-ni də 6-ya böləndə -2-dir. D-ni də tapdıq -2-dir. Gətirib qoyuram yerinə. N çıx 1 vurulsun -2. Bərabərdir nəyə deyir? -27-yə bərabərdir. Deməli, bərabər edirəm -27-yə. Daha sonra davam edirəm. 3. -2-ni vurub açıram bu mötərizəyə. -2 plus 2 bərabərdir -27-yə. Deməli, burada 3 üstəgəl 2 5 edir. -2 bərabərdir. O 5-i də bu tərəfə keçirdəndə -27 çıx 5 -27 çıx 5, yəni toplamalıyıq da -32 olacaq. N də bərabərdir -32-ni -2-yə böləndə eləyəcək 16. Deməli, bu 16-cı həddir. Doğru cavab B variantı. Növbəti sual, bərabərsizliyini həll edin. Bir tərəfə keçirdək hər birini. 2x çıx 7. Bunu da atıram bu tərəfə. Üstəgəl 16 bölünsün 2x plus 1. Olacaq kiçik bərabərdir 0. Ortaq məxrəcə gətirsək, ortaq məxrəc 2x plus 1-dir. 2x plus 1-i 2x-ə vuranda 4x kvadratı plus 2x, -7-yə vuranda -14x çıx 7 plus 16 kiçik bərabərdir 0.
Belə, indi davam edək. Surəti biraz sadələşdirək. Surətdə 4x kvadratı təkdir qalır. 2x çıx 14x mənfi 12x edir. Daha sonra mənfi 7 üstəgəl 16 da 9 edir. Bölünsün 2x plus 1-ə. Kiçik bərabərdir 0. Surətin sıfırlarını tapsam, 4x kvadratı çıxılsın 12x plus 9, yəni vurğulara ayırmaq üçün bunun sıfırlarını tapıram. D1-lə eləsəm, 12-nin yarısı 6 kvadratı 36 çıxılsın 36. Bu elə müxtəsər vurma düsturudur. Onda diskriminant sıfır alındığına görə. 2x çıx 3-ün kvadratının açılışıdır. Onda bunun sıfırı eləyir 2-də 3. Bunu elədik. 2-də 3. Əslində 2-də 3 burada 2-də 3 həmişə, yəni diskriminant sıfır olduğuna görə kvadrat olduğuna görə, yəni surətin kvadrat olduğuna görə x-in istənilən qiymətində həmişə müsbət olacaq da. Ona görə də, yəni surətin kökünü intervala daxil eləməyəcəm. Amma variantlarda bu 2-də 3-ü mütləq götürəcəm. Yəni 2-də 3 çünki bu ifadəni sıfıra çevirən qiymətdir. Bir də nə deməli məxrəc? Yəni 2x plus 1 kiçik bərabərdir 0 olmalıdır. 2x kiçik bərabərdir -1 olmalıdır. Və x də kiçik bərabərdir -2-də 1-dən. Deməli, bu bərabərsizliyin həlli mənfi sonsuzluq -2-də 1-dir. -2-də 1-i almır məxrəcdə yerləşdiyinə görə və birləşir. Bir dənə də 2-də 3 qiymətini götürməliyik ki, bu bizim surəti sıfıra çevirir və nəticədə bərabərsizliyimizi sıfıra çevirmiş olur. Deməli, mənfi sonsuzluqdan -2-də 1-ə və bir də 2-də 3 qiymətini götürməliyəm. Doğru cavab A variantı. Növbəti sual, 4-cü suala baxaq. ABC üçbucağında bucaq C 90 dərəcədir. Gəl bir dənə şəkli mən burada çəkim. Yenidən. Bucaq C 90 dərəcədir. AD DB-yə bərabərdir. Yəni burada bir D nöqtəsi, orta nöqtə götürülüb və 10-a bərabərdir. AD DB-yə bərabərdir, o da 10-a. Yəni bunların hər biri 10-dur ayrılıqda. Sonra AY 12-dir. AY. Burada bir dənə Y nöqtəsi var və AY 12-yə bərabərdir. YS də 4-dür. Yəni buradan burada məsafəmiz 4-dür. DY-nin uzunluğunu tapın. Bax bizdən bu DY-nin uzunluğunu istəyir. Deməli, indi bu məsələni həll eləmək üçün mən bu D nöqtəsindən bu təpə nöqtəni birləşdirirəm. Və birləşdirdiyim bu DC deməli olur median. Çünki hipotenuzu yarı bölübdür. Görürsünüz, 10-10 bölübdür. Və biz də bilirik ki, düzbucaqlı üçbucaqda düzbucaq təpəsindən çəkilən median hipotenuzu yarıya bölür və özü də onun yarısına bərabər olur. Yəni buranın da uzunluğu 10-dur. Daha sonra D nöqtəsindən BC-yə paralel şəkildə bir xətt çəkirəm, DK. DK BC-yə paraleldir və AB tərəfinin orta nöqtəsindən keçdiyinə görə, Fales teoreminə görə bu AC tərəfinin də orta nöqtəsindən keçəcək. Onda AC-nin ümumi uzunluğu nə qədərdir? 12, 4, 16-dır da. Deməli, yarı bölməlidir orta xətt olduğuna görə. 8 bura düşməlidir. 8 də bura düşməlidir. 8-in 4-ü buradadırsa, deməli 4-ü də buradadır. 8-in 4-ü burada, 4-ü buradadır. Bu orta xəttin də uzunluğunu tapa bilərəm də. Orta xətt daxı. Hipotenuzum 20, katetimin biri 16-dırsa, deməli 20-nin kvadratı çıxılsın 16-nın kvadratı bizə BC-ni verəcək. Yəni bunu verəcək. Kök altda daha doğrusu. 400-dən çıxanda 256-nı eləyir 144, onun da 12 çıxır. Deməli, mənim bu hissəmin də uzunluğu 12-dir. Və məndən DY-ni istəmir. Pifagora görə burada bir düzbucaqlı üçbucaq yaranıb baxın. Burada bir düzbucaqlı üçbucaq yaranıbdır. Ona görə də Pifagor teoreminə görə DY bərabərdir. Kök altda 12-nin kvadratı plus 4-ün kvadratına. 12-nin kvadratı 144 edir. 4-ün kvadratı 16 edir. Bu da eləyir kök altda 160. 160-dan da kök nə çıxır?
Deməli 16-dan 4 çıxır, 10 da kökün altında qalır. Yəni 10-dan kök çıxmır. Bu şəkildə 4 kök altda 10 doğru cavab olur. Bizdən D-nin uzunluğunu istəyir də, düzdürmü? Mən niyə bunu 12 dedim ki? Mən burada sərf elədim. Ona görə cavab yoxdur. Biz burada BC-ni 12 almışıq. Onda bu orta xətt axı onun yarısı olmalıdır. 6 olmalıdır bura. Mən bura 12 yazmışam. Onda Pifaqor teoreminə görə burada 6-nın kvadratı yazmalıyam. 6-nın kvadratı 36. 36-nın üstünə 16 gələndə deməli edəcək kök altda 52. 52-ni də 4 vur 13 kimi yazsam, 4-dən 2 çıxacaq, 13 isə kökün altında qalacaq. Belə. Doğru cavab C variantı. Növbəti suala baxaq. 5-ci sualda deyir, bərabər tərəfli üçbucağın sahəsi küqətdə 3/2 cm² olarsa, onun tərəfini tapın. Çox asan suallardan biri. Bərabər tərəfli üçbucağın sahə düsturu A kvadratlı küqətdə 3/4-dür. Bu kök altda 3/2-yə bərabərdirsə, kökdə 3-lər ixtisar gedir. 4-lə 2 ixtisar gedir. Burada 2 qalır. A kvadratı deməli 2-dirsə, A da kök altda 2 olacaq. Doğru cavab E variantı. Bunu sadə salmışdılar. Növbəti suala baxaq. Z1, Z2 kompleks ədədlərinin hasilini tapın. Deməli, vuraq. 1 çıx 5i. Burada da 2 üstə gəl 3i. İndi vurub açıram. 1-i 2-yə vuranda 2, 1-i 3-yə vuranda 3-i, 5-i 2-yə vuranda 10i, 5-i 3-yə vuranda 15i-nin kvadratı. I kvadratın yerinə -1 yazsam, bu gedir. Burada üstə gəl 15 olur. 2-nin üstünə 15 gələndə 17, 3i-dən də 10i çıxanda çıx 7i. Doğru cavab 17 çıxılsın, 7i A variantı. Növbəti suala baxaq. M üstə gəl N-i veribdir. 1 bölü. Bunu ortaq məxrəcə gətirsək M-in. Burada da N üstə gəl M. Çox rahat sual. Məxrəcdə M-in hasilini verib bizə 4-dür. M üstə gəl N-i verib bizə 16-dır. 16-nı da 4-ə böləndə cavab 4D variantı. Sonra növbəti sual. Deməli deyir ki, x kvadratı plus mx plus n, x kvadratı plus px plus q tənliyin 0-a bərabərdir. Tənliyin kökləri çoxluğunda 1, 2, 3k veribdir. Aha, deməli burada 4 dənə kök var. Deyək ki, bu 4 dənə kökün 2 dənəsi buna aiddir, 2 dənəsi də buna aiddir. Onda birinci bu tənliyi vuruqlara ayırsaq, olacaq belə. X çıx 1, x çıx 2. Yəni köklər 1, 2 isə vuruqlara ayırmamız bu şəkildədir. Burada da 3 ilə də k bunun kökləridirsə, olacaq belə x çıx 3, x çıx k bərabərdir 0-a. İndi m plus n 2-yə bərabərdir deyir. Deməli, bax bunu vuruqlara ayrılması bu şəkildə idi də. Onda gəlin, m nəyə bərabərdir? M bərabərdir -1 plus 2-yə, yəni köklərin cəminə, əks işarə ilə -3-dür. N nəyə bərabərdir? Bunların hasilinə 1 vur 2, 2-yə. İndi digər, bunun üçün yazıram. Bax, burada kökləri. P nəyə bərabərdir? -3 plus k-ya. Q nəyə bərabərdir? 3 vur k-ya. Kökləri hasilinə. M plus P-nin 2 olduğunu bizə burada deyir. M plus P deyir 2-dir. M-miz -3-dür. P-miz nədir? Budur da. -3 çıx k-dır. Və bunların cəmi deyir 2-dir. Hesablasaq, -6 eləyir. -6 çıx k bərabərdir 2-yə. K da bərabərdir. -6 çıx 2, -8. K-nı tapdıq ki, -8-dir. Doğru cavab D variantı. Baxaq növbəti suala. Kosinus x bərabərdir -2 3/2 tənliyini həll edin. Deməli, x bərabərdir, trigonometrik tənlikdir də, plus minus, əgər mənfi veribsə burada kökü, deməli pi çıxılsın, arc kosinus kök altda 3/2, kök altda 3/2, plus, deməli, 2 pi k olmalıdır.
Burada x bərabərdir plus minus pi çıxılsın. Kök 3 bölü 2-ni kosinüs alır deməli 30 dərəcədə. O da eləyir pi bölünsün 6 plus 2 pi k. O da bərabərdir plus minus pi'dən pi bölü 6 çıxanda 6'da 5 pi plus 2 pi k. Doğru cavab 6'da 5 pi plus 2 pi k, yəni D variantı olacaq. Rahat salmışlar. Daha doğrusu C variantıdır. Sonra növbəti 10-cu radiusu 4 cm olan kürənin daxilinə bərabər tərəfli silindr çəkilmişdir. Bir dənə kürə çəkək. Aha. Bərabər tərəfli silindr. Bir dənə silindr çəkək. Kürənin daxilinə deməli bərabər tərəfli silindr çəkdik. Yəni bunun daxilindəki oxkəsiyi kvadratdır da, bərabər tərəfli olması üçün. Kürənin səthinin sahəsi silindrin tam səthinin sahəsindən nə qədər böyükdür? Kürənin radiusu 4-dür. Səthinin sahəsindən danışır da, düzdür? S bərabərdir. Kürənin tam səthinin sahəsi 4 pi r-in kvadratı düsturu ilə hesablanır. Radiusumuz da 4-dürsə, yerinə qoysaq 4 pi vur 16, yəni 64 pi. Bu kürənin səthinin sahəsidir. Kürənin səthinin sahəsidir. Bunu yazdıq. İndi silindrin tam səthinin sahəsini yazmalıyıq. Silindrin tam səthinin sahə düsturu S-yan üstə gəl 2S oturacaqdır. Bu yan səthi 2 pi r h düsturu ilə hesablanır. Plus oturacağımız nədir? 2 pi r-in kvadratı. İndi görək nə bilirik? Onlara uyğun burada tapmalıyıq da. Silindrin radiusunu da tapmalıyıq ki, həll edə bilək. Radiusu. Deməli, bu kürənin radiusu 4-dür. Kürənin radiusu 4-dür. Bərabər tərəfli silindr çəkilib. Yəni, bax, bura məsələn x-dırsa silindirdə. Bu hissədə x olacaq. Bərabər olacaq. Daha sonra buradan bunun mərkəzinə xətt çəksək, deməli, yarı böləcək də. Bu hissəni çəksəm belə. Burada x-dır. Burada x-dır. Bura x böl 2'dir. Deməli, bunun gəlin belə tapaq. Bərabər tərəfli silindrin tərəfini. Bunu çəkərək. Silindrin belə kürənin diametrini çəkərək. Radiusu 4-dürsə, burada 4-dür. Düzdürmü? Bunu da birləşdirsəm, burada bir bərabər tərəf, deməli, bərabər yanlı, düzbucaqlı, üçbucaq alınır. Onda hipotenuzu 4-dürsə, bu bərabər yanlı, düzbucaqlı, üçbucağın katetləri onda 2, deməli, hipotenuz 4 deyil, daha doğrusu 8-dirsə, 8-dir də bunların cəmi. Onda bunların katetləri deməli 4 kök altda 2 olmalıdır. 4 kök altda 2. Aydındır. Onda silindrin radiusu 2 kök altda 2'dir, yəni 4 kök altda 2'nin yarısı. Hündürlükdə 4 kök altda 2'dir. Gətirib qoyaq yerinə. 2 pi r-in yerinə yazıram deməli 2 kök altda 2, 4 kök altda 2 plus 2 pi 2 kök altda 2'nin kvadratı. İndi bunu hesablasaq, deməli, bunu 2 kök altda 2'ni 4 kök altda 2'yə vuranda 8 vur 2, 16, 16'nı da 2'yə vuranda 32 pi plus 2 kök altda 2'nin kvadratı 4 vur 2, 8, 8 də bu 2'yə vuranda 16 pi. Toplasaq 48 pi. Deməli, bu da silindrin tam səthinin sahəsidir. Bizə deyir ki, kürənin səthinin sahəsi silindrin tam səthinin sahəsindən nə qədər böyükdür? Deməli, çıxmalıyıq da. 64 pi'dən çıxıram 48 pi'ni. Qalır 16 pi. Doğru cavab 16 pi qədər böyükdür. Deməli, doğru variant D variantı. Baxaq növbəti suala.
Deyir cəminin 6-ya bölünməsindən alınan qalığı tapın. Bu cəm deməli faktoriallardır. Cəminin 6-ya bölünməsindən alınan qalığı tapmalıyam. Deməli burada 1-dən 10-a qədər faktorialların cəmi verilib də. Buna açıq yazmaq da olar, yəni göstərmək üçün, amma vaxt uzaq gələcək deyə belə deyim. 1 faktorial elə 1 deməkdir də. Bu onsuz da 6-ya bölünmür. Düzdür, mən 6-ya bölünməsindən alınan qalığı istəyirəm. 2 faktorial nə deməkdir? 2 vur 1 deməkdir. Yəni elə 2 deməkdir. Plus 3 faktorialın içində nə var? 3 vur 2. Yəni 6. Gəlin sadələri elə yazaq. Aydın olsun izah. Bundan sonra 4 faktorial gəlir. 4 faktorial 4 vur 3 vur 2. Yəni 24 deməkdir. 2 vur 1-dən, yəni 24 deməkdir. 5 faktorial 5 vur 4 vur 3 vur 2. Yəni 120 deməkdir. 5 vur 4 20. Aha, 120 deməkdir. Bunu sonra 6 faktorial olanda 6-ya vurmalıyam, elə 120-ni. Çünki 6 vur 5 vur 4 vur 3 vur 2-dir. O da eləyəcək 720. 7 faktorialı tapmaq üçün 720-ni 7-yə vurmalıyam. Yəni 7-dən 1-ə qədər ədədlərin hasildir də, belə deyim. Vurmuram, belə açıq göstərirəm ki, yəni vuranda bir də sonra bölmək lazım olacaq sizə göstərmək üçün. Ona görə belə yazıram. 8 faktorialın içində nə var? 8 vur, 7 vur, 6 vur, 5 vur, 4 vur, 3 vur, 2, 1. Düzdürmü? Sonra 9 faktorialın içində həmçinin buradan yazım. 9, 8, 7, 6, 5. Ta ki 1-ə kimi ədədlər var da, belə deyim. Sonra 10 faktorialın içində 10 vur, 9 vur, 8 vur, 7 vur, 6 vur, ta ki 1-ə kimi. Yəni əsas 6-nı göstərmək də məqsəd ona görə. Deməli baxın, bunun içində 6 var da, bu hasilin içində 6 var. Deməli bu tam bölünəcək. Yəni 10 faktorial 6-ya tam bölünəcək. Bunun da içində 6 var. Görürsüz 6. Deməli bu da 6-ya tam bölünür. Bax bunun da içində 6 var. Deməli bu da, yəni 8 faktorialda 6-ya tam bölünür. 7 faktorialın içində də 6 var. Deməli bu da 6-ya tam bölünür. Sonra 6 faktorialın içində də elə 6 var. Deməli tam bölünür. 5 faktorialın içində 5 vur 4 vur 3 vur 2 deyil. 3 vur 2 elə 6 eləyir də. Yəni 120 də elə 6-ya bölünür. Aydın da görsənir 6-ya bölündüyü. 24 də 6-ya bölünür. 6 da 6-ya bölünür. Burada 6-ya bölünməyən 1 üstəgəl 2-dir. O cəmd eləyir 3. 3-ün də 6-ya bölünməsindən alınan qalıq elə 3-ə bərabərdir. Doğru cavab E variantı. Baxın növbəti suala. Deməli 12-də deyir bu ədədinin sadə vurğularının sayı 12 olarsa M-in ala biləcəyi qiymətlərin cəmini tapın. Sadə vurğularının sayı 12 deyir. Gəlin əvvəlcə bunu onda sadə vurğulara ayrılış şəklində yazaq. Bu hal-hazırda sadə vurğulara ayrılış şəklində deyil. Çünki 4 sadə ədəd deyil, 9 sadə ədəd deyil. 4-ü 2-nin kvadratı kimi yazsam, üstündə 2 vurulsun. 9-u 3-ün kvadratı kimi yazsam, üstündə M. Olacaq belə 2 üstündə 4-ün vurulsun 3 üstündə 2M. İndi sadə vurğularının sayı demir. Bir ədədin sadə vurğularının sayı necə tapılır? Elə qüvvətlərini toplayaraq 4-ün üstəgəl 2M deməli bərabərdir 12-yə. Buradan da hər tərəfi 2-yə bölsək 2-nin üstəgəl M bərabərdir 6-yə. Deyir M-in ala biləcəyi qiymətlərin cəmini tapın. M-in ala biləcəyi. M də N də natural ədəd olduğuna görə buna 1 versəm, yəni ən azı yəni 1 versəm 6 çıx 1 5 edir. 5-i 2-yə böləndə N natural ədəd olmadı. Deməli M 1 ola bilməz. M-ə 2 versəm 6 çıx 2 4 edir. 4-ü 2-yə böləndə bəli N də 2-yə bərabər olur, ola bilər. Deməli M 2-ni ala bilər. M 3-ü ala bilməyəcək. Çünki 6 çıx 3 3 eləyir. 3 2-yə tam bölünmür. Bizə 2-yə tam bölünən alınan cavablar lazımdır. M-i yenə 4 qoysam 6 çıx 4 2 edir. 2 də 2-yə tam bölünür. Bəli, deməli M 4 də ola bilər. 5 ola bilməz. 6 çıx 5 1 edir. 1 2-yə tam bölünmür. Bu şəkildə M deməli 2 və 4 ola bilər. Cəmini istəyir. 2 ilə 4-ün cəmi 6 edir də. Doğru cavab E variantı.
Növbəti 13-cüdə deyir ki, A nöqtəsindən radiusu 4 sm olan çevrəyə AB toxunanı və çevrənin O mərkəzindən keçən AC kəsəni çəkilmişdir. A 30 dərəcə olarsa, AC parçasının uzunluğunu tapın. Deməli, bunu bir dənə şəkli burada çəkək. C, O nöqtəsi, B, və biraz qəşəng çəkək bunu. Bu da 30 dərəcə. Radiusu 4'tür. Buradan bura qədər məsafə 4'tür. AB toxunanı və çevrənin mərkəzindən AC kəsəni çəkilmişdir. AC parçasının uzunluğunu tapın. Bax, bu mərkəzdən toxunanın toxunma nöqtəsinə çəkilib. Deməli, bu ona perpendikulyardır. Çünki biz bilirik ki, çevrənin mərkəzindən toxunanın toxunma nöqtəsinə qədər məsafə toxunana perpendikulyar olur. Onda bu da 30 dərəcədir axı. Burada bir düzbucaq, üçbucaq yarandı. 30 dərəcə bucaq qarşısında duran katet hipotenuzun yarısıdır. Deməli, buradan bura qədər məsafə 4'ün 2 misli, yəni 8 olmalıdır. Onda bu 30 dərəcədirsə, bu da 60 dərəcəlik bucaqdır. 60 dərəcəlik bucaq qarşısında duran katet isə kiçik katetin kökdə 3'ü olur. Yəni, burada 4 kökdə 3 olur. Sonra AC parçasının uzunluğu bütöv istəyir. Onda buna da x desəm, bir dəqiqə, mərkəzdən ora kimidir. Radiusu bilirəm də, elə bura 4'dür də. Və salam, yəni burada heç başqa bir şey, heç buna ehtiyac yox idi. 8 buradan buradır, 4 də buradan buradır. Toplayıram, 8 üstə gəl 4, AC olacaq 12, B variantı. Növbəti sual. A, B, C və D nöqtələri yazıldığı ardıcıqla düz xətt üzərində qeyd olunub. Gəlin qeyd edək düz xəttin üzərində. A, B, C və D. AD 81'dir. Buradan bura qədər məsafə 81'dir. CD 36'dır. AB 39'dur. BC parçasının uzunluğunu tapın. Çox rahat bir sualdır. 81'dən çıxıram. Elə AB ilə CD-ni çıxsam, ortadakı BC qalacaq da. 39 və 36. O da edəcək 81 çıxılsın. 15 1'e 75. Bu da edir 6. Mesela cavab 6. A variantı. Çox sadə suallar yəni salınıbdır. Yəni içlərində yazılası çox misal var, yəni sadə. 15. Deməli, fərqini hesablayın deyir. Deməli, mənfi 1'dən 4'ə kimi. Burada nəsə tam düşməyib. Çünki 4'dən 1'ə kimi ola bilməz. Bəlkə mənfi 4'dür. Bir dənə onu dəqiqləşdirək. Deməli, misalımız belədir. Burada mənfi kimi görsənir bu. Bu müsbət 1'dir. 1'dən 4'ə kimi x, bu da başına kvadrat qoyub. Gəlin bunu elə ayrı-ayrı yazaq. dx. Burada 4'dən 1'ə verib və çıxma verib. Biz də bunu, yəni 1'dən 4'ə kimi, yəni bunun kimi yazmaq üçün qarşıya mənfi atıb, o mənfi gəlir çıxmanın üstə gəl edir və 1'dən 4'ə yazırıq. Və burada da olur x kvadratı, kosinüs kvadratı 4x dx. X'in də sərhədləri eyniləşdirsə, bir inteqralın içərisində yaza bilərik. X kvadratı. Bu x kvadratdan da gəlin mürtəca xaricinə çıxardaq. Hər ikisində var da. Sinüs kvadratı 4x plus kosinüs kvadratı 4x dx. Bu bizə 1 verir. Sinüs kvadratı x plus kosinüs kvadratı x bizə 1 verir. Eyni olduğuna görə. Olur belə. 1'dən 4'ə x kvadratı dx. Və salam, artıq ibtidai funksiyanı tapıb həll edə bilərik. X kvadratının ibtidai funksiyası x kubu bölü 3'dür. Sərhədlər 1'dən 4'ə. 4'ü gətirib qoyuram bura. Eləyir 4'ün kubu bölünsün 3, çıxılsın. 1'i qoyanda 1'in kubu ilə 1 edir. 3'də 1. 4'ün kubu 64 bölü 3, çıxılsın 3'də 1. Hesablasaq 3'də 63. 63'ü də 3'ə böləndə 21. Doğru cavab 21 olur. C variantı. Növbəti suala baxaq. 16. Üçbucaqlı piramidanın yan tillərinin uzunluqları kökətdə 2, kökətdə 3 və 3 kökətdə 6 cm olub, qarşılıqlı perpendikulyardır. Piramidanın həcmini tapın.
Üçbucaqlı piramidanın yan telləri deməli, əgər qarşılıqlı perpendikulyardırsa, onda onun həcm düsturu var. Bu düstur necə idi? Deməli, A vur B vurulsun C yazaq. A vur B vurulsun C bölünsün 6-dır. Və burada A-nın qiyməti ABC burada yan tillərdir. Kök altda 2 vur, kök altda 3 vur, 3 kök altda 6 bölünsün 6. Kök altda 2-nin kök altda 3-ə vuranda kök altda 6, kök altda 6-nın kök altda 6-ya vuranda elə 6 edir. 3 vur 6 bölü 6, 6'lar ixtisar gedir və cavab 3-dür A variantı. Növbəti 17. Perimetri 12 cm olan rombun diaqonallarının kvadratları cəmini tapın. Rombun perimetri 12-dirsə, perimetr düsturu 4A-dır da. 4A 12-dirsə A 3-dür. Və rombda belə bir düstur var. D1-in kvartı plus D2-in kvartı bərabərdir 4A kvadratına. Burada rombun diaqonallarının kvadratları cəmi. Elə gətirib qoyuram yerinə də. 3-ün kvadratı 9, 9-u 4-ə vuranda 36. Doğru cavab E variantı. 18-də ifadəsini sadələşdirin. Deməli, burada kubdur, burada da 4-dür. Bax, burada A-nın işarəsini biz A-nı hardan təyin edirik? Bax, burada görürsünüz, 4 mötərizənin xaricindədir. Onda bu kökün altı biz bilirik ki, heç vaxt mənfi ola bilməz. 1 çıx 2A deməli böyük bərabərdir 0 olmalıdır. 2A kiçik bərabərdir 1, A da kiçik bərabərdir 2-də 1. Yəni A 2-də 1-dən kiçik olmalıdır. Artıq A-nın 2-də 1-dən kiçik olduğunu bilirəmsə, mən burada işarələri təyin edə bilərəm. Bax, bu cüt dərəcədə, bu 4-lər gedəndə bu modul da çıxmalıdır. Bu tək dərəcədə 3 üst deyil, olduğu kimi çıxır. Yəni, buna heç bir şey yoxdur. Burada da 4 ilə bu 4 gedir. Deməli, bu da modulda çıxır. Olur belə. İndi. A 2-də 1-dən kiçikdirsə, A çıx 1 ifadəsi deməli mənfi ədəddir. Əgər mənfi ədəddirsə, onda biz onların yerini dəyişdirib 1 çıx A olaraq çıxardıram. Və A 2-də 1-dən kiçikdirsə, 1 çıx A ifadəsi müsbətdir. Ona görə deməli olduğu kimi çıxmalıdır. 1 çıx 2A. Daha sonra hesablasaq, mənfi A çıx 2A, mənfi 3A, üstünə də 3A gəlir. Bunlar getdi, 0 elədi. 1 çıx 4, mənfi 3, mənfi 3, plus 1, mənfi 2. Doğru cavab B variantı. Baxaq növbəti suala. Deməli, indi baxaq növbəti 19-cu məsələyə. Deyir, verilmiş fiqurda AB 16-dır. AB. Bütövlükdə buranı 16 veribdir. BY 7-dir, bu hissəni 7 verib. CD 9-dur, bu hissəni 9 verib. CD AB-yə paraleldir deyir. Aha, gələk paralelliklərə baxaq, görək hansılar paraleldir. CD, bax bu xətt AB-yə, bu xətt də paraleldir. Bunu göstərmək üçün rənglərini dəyişdim. 7 də AC-yə paraleldir. Bunu da göstərək. 7 haradır? 7. Bax bu hissədə paraleldir AC-yə. Aha, paralellikləri göstərdik. CY parçasının uzunluğunu tapın. Deməli, onda uşaqlar, belə baxaq da. Belə baxaq. Əgər CD ilə AB paraleldirsə, onda bu da onları kəsəndir. Düzdürmü? Burada bucaqlara baxıram. Bu bucaqla bu bucaq çarpaz bucaqlardır. İki paralel düz xətt arasında, iki paralel düz xəttin üçüncü xətlə kəsişməsindən alınan çarpaz bucaqlardır. Bərabərdir bir-birinə. Bura alfadırsa, buradan alfadır. İndi digər bir xəttə baxaq. 7 ilə də AC paralel olduğuna görə 7 ilə də AC paralel olduğuna görə 7 AC buna baxmayaq heç bu paralelliyə. Buna baxaq. Bax, bununla da bu necə düz xəttlərdir. Necə bucaqlardır? Qarşılıqlı bucaqlardır. Bunlar da bir-birinə bərabər olmalıdır. Onda buna beta desəm, bu da betadır. İndi fikir verin. 3 bucaq. Bura bir K desəm. K, B, E ilə 3 bucaq D, C, E.
oxşar üçbucaqlardır. Çünki əgər bir üçbucağın iki bucağı uyğun olaraq digər üçbucağın iki bucağına bərabərdirsə, onda bu üçbucaqlar biz demişik ki, oxşardır. Oxşarlığı tapdıqsa, nisbətləri yaza bilərik. Oxşarlığı tapdıqsa, nisbətləri yaza bilərik. Hə. Bax, bir dənə də şey deyək, sonra davam edək. Bax, bu KD ilə AC paralel olduğuna görə və bu CD ilə də bu AK da paralel olduğuna görə onların uzunluqları da eynidir. Onda bu da 9-dur. Bu da 9-sa 16-dan 9 çıxanda burada 7-dir. Belə, bunu da müəyyənləşdirdik. İndi yazaq oxşarlıqda nisbətləri. Deməli, buna da x desəm. Bax, bu bucağın, K bucağının, üçbucaq KBE-də K-nın qabağında duran BY tərəfinin digər üçbucaqda K bucağına bərabər olan D-nin qabağında duran YS-yə nisbəti bərabərdir. Deməli, üçbucaq KBY-də beta bucağının qabağında duran KB tərəfinin digər üçbucaqda betanın qabağında duran CD-yə nisbəti. İndi ölçülərini yazsaq. BY-nin uzunluğu 7, YS x-dır. KB 7, bu da 9-dur. Onda ixtisar eləsək, x də olacaq 9. Yəni, bu da 9-dur. Doğru cavab B variantı. Növbəti sual. 20-ci sual. Ədədinin 40%-dir. A ədədi B ədədinin 40%-dir. M-in hasilini tapın. A bərabərdir B-nin 40%. B vur. 40 bölü 100. İxtisar getsə 5-də 2. Olur. Belə çarpaz vursaq 5A bərabərdir 2B-yə. İndi qiymətlərini qoyaq yerinə. A-nın yerinə 3M çıx 5 böləni qoyuram. A vurulsun 3M çıxılsın 5 bölü N bərabərdir 2 vurulsun. B-nin də yerinə 5M üstə gəl 10 bölü N. İndi vurub açıram. 5-i 3M-ə vursaq 15M çıxılsın 25N böl 25 bölü N bərabərdir. 2-ni 5M-ə vursam 10M üstə gəl 20 böl N. Orta məxrəc N-dir. Burada qalır 15MN çıx 25. Burada da N-dir. 10MN plus 20. N-lər ixtisar gedir. Bu 10 bu keçir bu tərəfə 15MN-dən 10MN çıxanda 5MN 25 keçir bura 20-nin üstünə 25 gələndə 45 MN də bərabərdir 45-i 5-ə böləndə 9. Cavab 9. A variantı. Deməli 21-ci sual. Deyir ki, funksiyasının -3 -1 parçasında ən kiçik qiymətini tapın. Deməli, tapmaq üçün əvvəlcə bu funksiyanın törəməsini 0-a bərabər eləməliyəm. Eləyək, törəməni tapaq. -3 keçir qabağa, 6-da 1 vur 3, 2-də 1, x kvadratı çıxılsın. Burada da 2 keçir qabağa törəmədə, 2-də 1, 2-yə vuranda 1 eləyir. Onda yazmıram. X plus 11,3-də 2-nin də törəməsi 0 da yazılır. Bərabərdir 0-a. Buradan sıfırlarını tapsam, -x mötərizə xaricdən çıxartsam, 2-də 1 x plus 1 bərabərdir 0. 1 kökü 0-dır. 1 kökü də 2-də 1 bərabərdir -1-ə, x də -2. 1 kökü də -2-dir. 1 kökü 0, 1 kökü -2. İndi -3 bir parçasında deyir, ən kiçik qiymətini tapın deyir. Baxıram, mənim tapdığım köklərdən hansı bu bizə verilən aralığa daxildir? -2 daxildir. Ona görə -2-ni aparıb funksiyamda yerinə qoyacam, amma 0-ı qoymayacam. Bir də -3, -1 qoyacam yerinə. Olacaq belə. F -2-ni hesablayaq. -6-da 1, -2-nin kubu -8, sonra -8 çıxılsın, 2-də 1 vurulsun, -2-nin kvadratı 4 plus 11,3-də 2. Hesablayaq. İxtisar eləsəm 3-də 4, -3-də 4, daha doğrusu müsbət -8-ə vurdumsa, müsbət 3-də 4 çıxılsın. Bunlar da ixtisar gedir 2 plus 11,3-də 2. 3-də 4-dən 2-ni çıxanda -3-dən 2 plus burada da 11,3-də 2. 11,3-də 2-dən 3-də 2-ni çıxanda 10
10/3 qalacaq. Belə, bu bir kökü. İndi -3 qoyuram. F-3 hesablayaq. -6/1 vurulsun. -3-ün kubu -27 eləyir. -27 eləyir. Sonra çıxılsın. 2/1 vurulsun. -3-ün kvadratı 9 edir. Daha sonra plus 11/2 hesablayaq. Burada 6 ilə 27-ni ixtisar edirəm 3-ə. 2-də 9 çıxılsın 2-də 9 plus 11/3 2-də 9'lar gedir, cavab 11/3 Aha, bunları götürdük hələ ki. Bir dənə də -1'i qoymalıyam. F-1'i də hesablayaq. Bərabərdir. -6/1 vurulsun -1 plus yox, minusdur da o həm. Çıx 2/1 plus 11/2 hesablasaq 6/1 çıx 2/1 plus 11/2 Aha. 6'dan 1 çıxılsın 3. Bunu hesabladıq. Bu da eləyir -6/2 plus 11/2 Aha. Bu da -3/1 plus bu da eləyir 3'də 11/2'ni çevirsək 35. Ortaq məxrəc 3, 35'dən 1 çıxanda 34. Bu da edir 11/3'də 1. Belə, bu da 11/3'də 1. Bizdən ən kiçik qiymət istəyir. Ən kiçik qiymət elə 10/2 oldu da. Belə, doğru cavab A variantı. Növbəti sual. Loqaritma hesablayın deyir. Rahat sualdır bu da. Loqaritma 2x çıx 1'də 8'i yazaram 2'nin kubu. Burada ikisi də əgər eyni əsaslandırsa, bunu biz loqaritma 3 əsasdan 2 kimi yaza bilərik. Yəni o 5'ləri atıb eyni olduğuna görə bu şəkildə yaza bilərik. Burada indi tənini həll edin. Bu 3 getsə qabağa 3 loqaritma 2x çıx 1 2. Burada da loqaritma 3 əsasdan 2'dir. Düzdürmü? Burada 2'nin kubudur. Burada 2'dir. 3'ü qabağa yox. 3'ü qabağa yox. Bunun üstünə versəm daha məntiqlidir. Bax, belə yazaram. Loqaritma 2x çıx 1'in üstündə 3'də 1 yazsam bu 2, burada 2 qalar. Loqaritma 3 əsasdan 2. Belə niyə yazdım? Yəni bunun üstündə 3 olmağı, bu 3'ü silsəm, bunun üstündə 3'də 1 ilə əvəz edə bilərəm. Çünki məntiq eynidir yəni. Biz bu 3'ü, bax bu 3'ü olduğu kimi qabağa keçirdəndə 3 olur. Belə bunun üstündə olanda bunun tərsini biz qabağa keçirdirik də, 3'də 1'in də tərsi yenə 3'dür. Yəni eyni şeydir. Niyə belə yazdım? Bunların içləri eyni olsun. Yəni bunların içləri eyni olsun ki, bunların deməli əsasları da eynidir ki, bunlar bir-birinə bərabərdir deyə bilək. Onda deməli 2x çıx 1'in üstü 3'də 1 bərabərdir 3'ə. Hər tərəfi kuba yüksəltsəm 2x çıx 1 bərabər olar 3'ün kubu 27'yə. 2x bərabərdir 28'ə, x də bərabərdir 28'i 2'yə böləndə 14. Deməli cavab 14 A variantı. Növbəti sual. 23-cü məsələdə isə deyir ki, müstəvi xaricindəki nöqtədən bu müstəviyə onunla 30 dərəcə və 45 dərəcə uzaq əmrə gətirən 2 mail çəkilmişdir. Deməli, bir dənə müstəvi götürək. Bunun xaricində bir nöqtə götürək. 30 dərəcə bu maillərin oturacaqları arasındakı məsafənin ala biləcəyi ən kiçik qiymət. Aha. Deməli, bunun arasındakı ən kiçik qiyməti bizə verdiyinə görə biz əvvəl 2 mail çəkəndə belə çəkirdik də, düzdürmü?
Yəni məsələləri çox vaxt belə həll edirik. Amma burada onların oturacaqları arasındakı məsafəni ala biləcəyi ən kiçik qiymət dediyinə görə bu mailləri elə çəkməliyik ki, onların oturacaqları arasındakı məsafə ən kiçik olsun. Onda bax belə çəkirik. Yəni bu bir mail, bu da digər mail. Bu şəkildə çəkəndə onların oturacaqları arasındakı məsafə bax bu olur. Yəni bacardığımız qədər ən kiçik eləmiş oluruq. Buradan hündürlüyü çəksəm, bu hissəni birləşdirsəm, bura 30 dərəcə, bura 45 dərəcə və bunların arasındakı məsafə, yəni bu hissəni bizə 8 köşətdə 3 çıx 8 şəklində veribdir. Böyük mailin uzunluğunu. Yəni bax buranı istəyir bizdən. Bura bir deməli y desəm, bu düzbucaqlı üçbucaq, bax bu düzbucaqlı üçbucaqda iti bucağın biri 45 dərəcə, sol üstə 45. Onda bu bərabər yan düzbucaqlı üçbucaqdır. Burada y olur. Və 30 dərəcə bucaq qarşısında duran katet, indi böyük üçbucağa baxıram. Y desə, onda hipotenuz deməli 2y-dir. Bax bura 2y-dir. Və 2y-dir. Və bu da 60 dərəcə olur axı. 60 dərəcə bucaq qarşısında duran kateti isə kiçik katetin, yəni y-in kökdə 3-üdür. Bax burada y kökdə 3-dür. Onda bizdə bu iki mailin oturacağı arasındakı məsafə, bax bu var ha. Bu nəyə bərabərdir? Bütöv bu katetdən y kökdə 3-dən çıxıram. Burada qalan hissəni, yəni y-i. Və bərabər olur bizdəki maillərin oturacaqları arasındakı məsafəyə. Y-in mərkəzi xaricdən çıxarsaq, kök hətta 3 çıx 1 bərabərdir. 8-i buradan mərkəzi xaricdən çıxardıram. Bunlar ixtisar gedir. Y olur 8. Y 8 isə bizdən bax bu 2y istəyir. Ən böyük mail istəyir. 2y-imiz də 2 vur 8, yəni 16 olacaq. Doğru cavab 16. Baxaq növbəti suala. Çevrəsinin tənliyi dairənin sahəsinin. Çevrənin tənliyini belə verib. Y kvartı plus y kvartı çıx 3y. Bunu biz tamamlamalıyıq. Plus 3-ün yarısını, yəni 1,5-i kvarta yüksəldirəm. 2,125. Və bunu özümdən əlavə eləmişəmsə çıxmalıyam da. Olacaq belə x kvartı plus bu üçünün müxtəsərə görə y çıx 1,5-in kvartı yazaram. Bu da keçər sağ tərəfə. 2,125. Deməli bu çevrənin, yəni dairənin radiusu, bax bu r kvadratıdır da. Deməli radius 1,5-dir. Sahəni istəyir pi r-in kvadratı. Yəni 1,5-in kvadratı pi. Pi-nin də yerinə 3 qoy deyir. 1,5-in kvadratı 2,125 vurulsun 3-ə. O da 6,75 olacaq. Doğru cavab belə. Baxaq növbəti suala. 25. Fx azalan funksiyadır. F15 7-dirsə, F20-nin ala biləcəyi ən böyük tam qiyməti bizdən istəyir. Əgər azalan funksiyadırsa, deməli burada bilməliyik ki, x-in qiyməti artdıqca funksiyanın qiyməti azalmalıdır. Və burada x-in qiyməti 15-dən 20-yə artıbsa, deməli funksiyanın qiyməti azalıbdır. Yəni f15 f20-dən böyük olmalıdır. Buna 7-dirsə, f20-nin ala biləcəyi ən kiçik qiymət, ən kiçik tam qiymətdən söhbət gedir. Daha doğrusu ən böyük tam qiymətdən söhbət gedir. 7-dən böyük ən böyük nə yaza bilərik? 7-dən kiçik ən böyük nə yaza bilərik? 6. Deməli, F20 ən böyük tam qiymət olaraq 6-nı ala bilər. Doğru cavab 6. Baxaq növbəti suala. 26-da. M-in hansı qiymətində bu bərabərlik eynilikdir? Eynilik nə deməkdir? Sağ və sol tərəflər eyni olmalıdır, bərabər olmalıdır. Biz baxaq sol tərəfə. Kosinüs üstü 4 alfa plus 4də 1. Sinüs kvartı pi plus 2 alfa. Pi plus 2 alfa. Pi plus gəlir 3-cü rübə düşür. 3-cü rübdə sinüs mənfidir. Amma burada kvadrat olduğuna görə başında. Yəni o kvadrat onu müsbət eləyəcək. Elə bu sinüs kvartı alfa olaraq yaza bilərik. Daha doğrusu sinüs kvartı 2 alfa. Düzdürmü? Belə. Kosinüs üstü 4 alfanın əvəzinə yaza bilərikmi belə? Kosinüs üstü 4 alfadır, düzdürmü? Hə. Bizdə burada sinüs 2 alfadır, kosinüs üstü 4 alfadır. Bunları bir-birindən əvəz eləməliyəm. Sinüs 2 alfanın əvəzinə, sinüs 2 alfanın əvəzinə, sinüs 2 alfanın əvəzinə, daha doğrusu bu sinüs kvartı alfanın əvəzinə 1 çıxılsın. Dərəcə aşağı salmadan. Yox, belə yazsam alınmayacaq. Kosinüs 2 alfa bizə lazım deyil.
Baxa görə hansı düsturu tətbiq edə bilərik burada. Biz burada sinus kvadratı yox, kosinus kvadratı alfanın əvəzinə dərəcə aşağı salmaya görə 1 plus kosinus 2 alfa böl 2 yaza bilərik də. Bunu eləyək. Burada da kosinus 4 olduğuna görə bunu da kvadrata yüksəldəcəm. Onda bunu da kvadrata yüksəldəcəm. Buna uyğun yazaq. Deməli, olacaq belə, surəti müxtəsərə görə açsam, 1-in kvadratı 1 plus 2 kosinus kvadratı 2 alfa plus kosinus kvadratı 2 alfa. Burada niyə kvadrat yazdım? Burada kvadrat yoxdur. 2 kosinus 2 alfa plus kosinus kvadratı alfa bölünsün 4. Plus 4'də 1 sinus kvadratı 2 alfa. İndi bunları ayrı-ayrı 4'də 1 kimi yazsam, bax belə. Yazıram belə 4'də 1 plus 4'də 2 kosinus 2 alfa plus 4'də 1 kosinus kvadratı 2 alfa plus 4'də 1 sinus kvadratı 2 alfa. Buradan 4'də 1'in mörtəzi xaricdən çıxartsam belə, bu yoxdur elə bil ki. Bu bizə 1 verir də. Bu bizə 1 verir. Düzdürmü? Bu bizə 1 verdi. Olacaq belə. 4'də 1'in üstünə 4'də 1 gələndə 4'də 2 plus 4'də 2 kosinus 2 alfa. Bu tərəfdə nə verib? Kosinus üstü m çıx 1 alfa. Kosinus üstü m çıx 1 alfa veribdir. Dörtdə 2'nin mörtəzi xaricdən çıxartsaq 1 plus kosinus 2 alfa verib. 1 plus kosinus 2 alfa edir. Düzdürmü? 1 plus kosinus 2 alfanın yerinə düstura əsasən 2 kosinus kvadratı alfa yaza bilərik. 2 kosinus kvadratı alfa yaza bilərik. Bu 2, 2, 4 eləyir. Bu 4 ilə ixtisar getdi. Alındı kosinus kvadratı alfa. Aha, belə. Aldıq. Bu tərəf kosinus kvadratı alfadırsa, deməli, bu tərəfdə kosinus kvadratı alfa eləməlidir. Onda deməli, bunun kosinusun qüvvətindəki m çıx 1, 2 olmalıdır. M də olur 3. Deməli, m-in 3 qiymətində eynilik olacaq. Belə. Baxa növbəti suala 27-yə. Funksiyalar üçün uyğunluğu müəyyən edin. Nəyə soruşur? Artan, azalan funksiyadır, təkcüt funksiyadır, ən kiçik qiyməti 2-dir deyə soruşur. Deməli, baxaq. 3 üstü mənfi 3x nə deməkdir? 3 üstü x deməkdir. Plus 3. Bu birinci tənliyimizdir. İkinci tənliyimiz 3 üstü x çıx 3'dür. Üçüncü tənliyimiz də 3 üstü x plus 1 bölünsün 3 üstü x-dir. İlk öncə buna baxsam, bu bir-birinin tərsi olan deməli üstlərdə, yəni funksiyadır. 3 üstü x ilə 1 bölü 3 x tərsdirlər. Və biz də bilirik ki, bir-birinin tərsi olan iki ədədin cəmi, əgər bunlar müsbət ədəddirsə, qiymətlər çoxluğu 2 müsbət sonsuzluqdur. Yəni bu ifadənin ən kiçik qiyməti 2-dir. Elə buna e uyğun gəlir. Bura 1, 2, 3 yazsam, üçüncüyə e uyğun gəlir. Başqa nəsə uyğun gəlirmi? Digərlərinə baxaq. Tək funksiyadır, cüt funksiyadır. Yoxlayaq. Bax, 3 üstü x çıx 3'ü biz bilirik ki, nə deməkdir? Tək cüt funksiyanı biz necə yoxlayırıq? X-in yerinə bir dəfə mənfi x, bir dəfə müsbət x qoyaraq yoxlayırıq. F mənfi x əgər f-x-ə bərabərsə bu cüt, f mənfi x mənfi f-x-ə bərabərsə bu tək funksiyadır. F mənfi x qoysam, 3 üstü mənfi x plus 3 üstü mənfi x çıx 3 olurdu. Düzdürmü? Yəni f mənfi x nə mənfi f-x olmadı, nə də müsbət f-x olmadı. Yəni bu yəni nə təkdə, nə cütdə, yəni heç bir üçün deyə bilmərik. Digər üçün də qoysaq, burada da x-in yerinə mənfi x qoysam, bu da olmayacaq. Bunları onda artan azalanları biz tətbiq eləməliyik. Artan azalanı necə müəyyən edirik?
3 üstü x çıx 3-dür də, düzdürmü? Burada x-in yerinə qiymətlər qoyduqca, yəni 1, 2, 3, 4, 5 bu şəkildə qoyduqca, x-i artırdıqca y-imiz də artdığına görə bu funksiya artan funksiyadır. Bax burada x-in yerinə qiymətlər qoyanda bizim y-imiz də artır. Ona görə bu funksiya artan funksiyadır. 1-ə onda, bu 1-dir, bu 2-dir. 2-yə onda uyğun gəlir A. Burada isə x-ə qiymətlər qoyduqca, deməli, mən x burada məxrəcdə daxı 3x. X-ə qiymətlər qoyduqca bu funksiya get-gedə, deməli, azalır. Get-gedə azalır. Ona görə bu funksiya azalan funksiyadır. 1-ə də B uyğun gəlir. Bunun da təkliyini, cütlüyünü yoxlasaq, f-x bərabərdir 3 üstündə mənfi x plus 1 bölünsün 3 üstü mənfi x, 1 bölünsün 3 üstü mənfi x elə 3 üstü x deməkdir. Yenidən funksiyamızın özünə qayıtdığıma görə, deməli bu funksiya, deməli cüt funksiyadır. Yəni f-x, f-x-ə bərabər olduğuna görə bu funksiya cüt funksiyadır. 3-ə D də uyğun gəlir. 3-ə D də uyğun gəlir. Belə. Bu nə artandı, nə də azalandı. Bax, növbəti suala. Belə, indi isə situasiyalara baxaq. Deyir ki, barqrafda mağazadakı A və B markalı telefonların və printerlərin sayı haqqında məlumat verilmişdir. A markalı telefonun B markalı telefondan 10% ucuz, A markalı printerin B markalı printerdən 20% baha olmağına baxmayaraq, A markalı telefon və printerin qiymətləri cəmi B markalı telefon və printerlərin qiymətləri cəminə bərabərdir. Tamam. Gəlin belə yazaq. A markalı telefon 16 dənədir. A markalı printer, buradan saylarına baxıram, 28 dənədir. Bu A markalılardır. B markalı telefon 20 dənədir. Printer 16 dənədir. Yəni barqrafdan bunları götürdük. Yəni saylarını götürdük. İndi qiymətləri haqqında da məlumat var situasiyamızda. İndi sualları oxuyaq, ona uyğun baxaq. 28-də deyir ki, barqrafdakı bütün məlumatlar radiusu 5 sm olan dairəvi diaqram vasitəsilə təsvir edilərsə, A markalı telefonlar üçün ayrılan sektorun sahəsi neçə kvadrat santimetr olar? Bax, deyir ki, bu məlumatlar bizdə bütün məlumatlar radiusu 5 sm olan dairəvi diaqram vasitəsilə təsvir edilərsə, A markalı telefonlar üçün ayrılan sektorun sahəsi neçə kvadrat santimetr olar? Baxaq, telefon printeri A markalı, bir də B markalı. Bunu biz dairəvi diaqramda təsvir eləməliyik. 16 dənə A markalı telefon var. 28 dənə B markalı, A markalı printer. B markalı 16 dənə, burada da 20 dənə. Biz bunu indi faizə çevirməliyik ki, bunu diaqramın üzərində göstərə bilək. Cəmi görək nə qədər var burada. 16 üstü 28 gələndə 14, 1 yadda, 3, 44 plus, burada da 36. Düzdür. Toplasaq, olur 11 yadda, 80. Deməli, 80 dənə ümumiyyətlə mağazada model var. İndi bizdən buradan A markalı telefonlar üçün ayrılan sektorun sahəsini istəyir də. Yəni tutaq ki, bu A markalı telefonlar üçün ayrılan hissədirsə, bu bucağı tapmalıyam mən. Görə bu bucaq neçə dərəcədir? Əgər mənim bütün markalarım 80 dənədirsə, bu 360-dırsa, 16-ya da, yəni A markalı telefonlara da alfa deyirəm və hesablayıram. Buradan alfa bərabərdir 16 böl 80, vur 360. İxtisarlar eləsək ki, 72 dərəcə. Deməli, alfamız 72 dərəcədir.
Yəni A-nın A markalı telefonlar burada 72 dərəcəli buzaq əmələ gətiribdir. Sektorun sahəsini siz. Sektorun sahə düsturu pi kvadrat alfa böl 360 dərəcə. Eli də 5 verib məsələmizdə. 5-in kvadraты 25. Alfanın qiyməti 72 bölü 360. İxtisarlar eləsək 36 ixtisar eləsəm burada 10, burada 2. Bununla bu 5, bununla da bu 5. Olacaq 5 pi. Doğru cavab 5 pi. Baxın növbəti suala. Burası da 29-a baxaq. Növbəti, deməli, 29-da deyir ki, A markalı telefon və B markalı printerlərin qiymətlərinin cəmi 1120 manatdır. B markalı printerin qiymətini istəyir. Bizə nə demişdi şərtdə? Deyir ki, A markalı telefonun B markalı telefonundan 10% ucuzdur. A markalı telefonun qiymətinə x manat desəm, B markalı telefondan 10% ucuzdur, yəni bu. Onda B-yə x desəm, A markalı telefon x-dan 10% ucuz. Yəni x-in 90%. X vur 90 bölü 100 belə olacaq bunun qiyməti. Printerə baxsaq. A markalı printerin B markalı printerdən 20% bahadır. Ona B markalı printerə Y desək, A markalı printerdə Y-dən 20% bahadır. Yəni Y-in 120%. İxtisar edəsəm 5-də 6 Y-də olur A markalı printerin qiyməti. İndi mənə nə deyir? A markalı telefon və B markalı printerin qiymətləri cəmi. A markalı telefon və B markalı printerin. A markalı telefonun qiyməti, bir dənəsinin qiyməti 10-da 9x idi. B markalı printerin qiyməti də Y-dir və bu 1120-yə bərabərdir. Və mənə şərtdə də demişdik ki, A markalı telefon və printerin qiymətlərinin cəmi A markalı telefonun 10-da 9x-dir. Printer 5-də 6y-dir. Bərabərdir elə B markalı telefon və printerin qiymətlərinin cəminə, yəni x plus y-ə. İndi bunu hesablayaq. X-y buradan tapaq. Bu deməli ikinci tənlikdən x-ləri bir tərəfə, y-ləri bir tərəfə yığsaq, 5-də 6y-dən çıxıram, bu y bura keçir, çıx y. X-dan da çıxıram, bu da bu tərəfə keçir. 10-da 9x-i çıxıram. 5-də 1y bərabərdir 10-da 1x-a. 5 ilə 10 ixtisar edirəm, burada 2 qalır. X də bərabərdir 2y-ə. Deməli, x-in 2y olduğunu tapdıq. Onda aparıb birinci tənlikdə x-in yerinə 2y qoysam, olacaq belə. 10-da 9 vurulsun 2y plus y bərabərdir 1120-yə. Burada 10-la 2-ni ixtisar edirəm 5. 5-də 9y-in üstünə y gələndə bərabərdir 1120-yə. 5-də 9y-in üstünə 5y, 14y bərabərdir 1120-yə. Y də bərabərdir 1120-ni 5-ə vurub 14-ə bölürük. Deməli, 1120-ni 14-ə tam bölmək olurmu? 8 dəfə. 8 dəfə. 80 edir. 80-i da 5-ə vuranda 400. Tapdım ki, Y 400-dür. Bizdən nə istəyirdi onu tapaqdan? B markalı printerin qiymətini. B markalı printerə biz nə demişdik? Y demişdik. Bəli. Y-i də 400 tapdığımıza görə, deməli B markalı printerin qiyməti 400 manatdır. Baxaq növbəti məsələyə. Buna 400 yazaq. Bu mağazalardan təsadüfi olaraq seçilən iki telefonun eyni markadan olması hadisəsinin ehtimalını tapın. Tamam, buranı silək, onda ona baxaq indi. Deməli deyir ki, bu mağazadan təsadüfi seçilən iki telefonun. Deməli burada 80 dənə mağazadan təsadüfi seçilən iki telefonun eyni markadan olması hadisəsinin ehtimalını tapın. Telefonlar arasından seçilib. Telefonlar arasından seçilibsə, 16 dənə telefon burada var, 20 dənə də telefon burada. 16 plus 20, deməli 36 dənə telefon arasından 2 dənə telefon seçiləcək. Məxrəcdə olacaq kombinezon 36 elementdən 2. 2 telefon. Mağazadan təsadüfi olan 2 telefonun, bəli, 36 elementdən 2. Eyni markadan olması hadisəsinin ehtimalını tapın. Eyni marka deyirsəm, deməli, hər biri, yəni seçdiyim ikisi də
ya 16 elementdən 2, yəni ya A markalı olsun 16 elementdən 2 plus ya da B markalı olsun, yəni 20 elementdən 2. Yəni və ya, yəni ya o ya bu deyirəmsə, ya o olsun, ya bu deyirəmsə, arada üstəgəl qoyulur və hesablanır. Hesablayaq. 16 elementdən 2-ni hesablasaq, 16 faktorial bölünsün 2 faktorial vurulsun 14 faktorial üstəgəlisi. 20 elementdən 2-ni hesablasaq, 20 faktorial bölünsün 18 faktorial vurulsun 2 faktorial. 36 faktorial bölünsün 34 faktorial vurulsun 2 faktorial. Davam edək hesablamağa. 16-nı yazıram belə. 16 vur, 15 vur, 14 faktorial. Burada da 2 vurulsun 14 faktorial. 14 faktoriallar gedir. Burada 20 vur, 19 vur, 18 faktorial. Burada da 18 faktorial plus 2. 18 faktoriallar gedir. Vur 2. Sonra məxrəcdə 36 vur, 35 vur, 34 faktorial. Məxrəcdə də 34 faktorial vur 2. 34 faktoriallar da gedir. Nə qaldı? Burada da 2 ilə 16-nı ixtisar eləsəm, 8 vur 15 burada qaldı. Plus 2 ilə 20-ni ixtisar eləsəm, 10 vur 19 burada qaldı. 2 ilə 36-nı ixtisar eləsəm, 18 vur 35 də burada qaldı. Davam edək hesablamağa. Surətimiz nə edir? 8-i 15-ə vuranda 120 plus 190 bölünsün 35 vurulsun 18. Surət elədi 0, 11, 1 yadda 310. Düzdürmü? 310 bölünsün 35 vurulsun 18. İxtisar eləsək biraz. 5-i ixtisar edirəm. 7 burada qalır. 5-i ixtisar eləyəndə 62 də burada qalır. Sonra bunu 2-yə ixtisar etsəm 31 burada qalır. 2-yə ixtisar etsəm 9 da burada qalır. 9-u 7-ni 9-a vuranda 63-də 30. Deməli 63-də 31. Bunu da ixtisar eləsəm, yox, ixtisar getmir də. Elə belə. 63-də 31 olur. Deməli bizim ehtimalımız. Bu qədər. Bugünkü imtahanda düşən riyaziyyat suallarının izahlarını paylaşdım. Bu videomuzda bu qədər. Sağ olun.